Prezident administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarıldığı barədə məlumat yayılıb. Today Press TV Modernaza istinadən xəbər verir ki, Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun kafedrada adi müəllim vəzifəsində qaldığı qeyd olunur. Sayt məlumatı dəqiqləşdirmək üçün Bakı Dövlət Universiteti ilə əlaqə saxlasa da suala cavab verilməyib. Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən Kamilə Əliyeva ixtisasca bioloq olsa da psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib. Psixologiya elmləri doktoru professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və Pedaqoji Psixologiya kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2009-cu ildə Bakı Dövlət Universitetinin Elmi Şurası tərəfindən ilin müəllimi adına layiq görülüb. Təhsil Nazirliyinin fəxri fərmanı ilə tərtib edilib. 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla 2012-ci ildə Bakı Dövlət Universitetinin fəxri fərmanı ilə tərtib olunub. Namiq Abbasov, Today Press TV.